Salam əziz izləyicilərimiz. Bugün mən faydalı bir yemək bişirirəm. Bu pərpətöyün suyoğudur. Mən pərpətöyünləri belə yudum, tərtəmiz. Toxumları da olur onu xırda-xırda. Onları gözəlcə yudum. İndi keçirəm soğana. Soğanı belə doğrayıram. Soğanı doğrayandan sonra qovuracam. Soğançamız qovrulur belə. Bu arada mən yağımı da sizə göstərim. Bu Diva qardalı yağı çox gözəldir. Belə qoxusu yox, başqa bir dad verdiyi şey yox. Yəni həm də faydalıdır. Çox qəşəng qardalı yağıdır. Məsləhət görərdim, siz də bundan istifadə edin. İndi mən biraz buna düyünü yuyacağım, düyü tökəcəm. Dönərimi doğrayıram. Soğança hazır olana kimi. Bunu iri doğramıram, nə belə çox xırda doğram. Yəni belə. Bu da pişəndə, biraz ölüşkəndə, yəni tam gözəl olacaqdır. Deməli xanımlar, bu pərpətöyünün bu zoğlu yerlər düzdür, faydalıdır, yeməli yeri buradır. Amma bu çox bərkdir. Yəni bunlar orada pişməz. Çünki bunun bu yarpaqlar pişənə kimi, məsələn üçün bu pişənə qədər daha doğrusu bunlar çox ərpiyər. Ona görə mən bu çox zoğlu yerlərini belə atıram. Burada da zoğlu yerlər var, amma körpədir bunlar. Belə. Görürsünüz nə qədər yumuşaqdır, pendir kimidir. Demək mən biraz belə düyü yudum, yumuru düyü. Biraz da belə su tökürəm ki, düyü pişsin. Demək, pərpətöyünü bax belə doğradım. Bu zoğlu yerlərini mən atacam getsin. Çünki çox bərkdir. Düzdür, dadlı yeri buradır, amma çox bərkdir. Bax, beləsin, bunları mən çıxartdım. Yuxarının belə qalın yerlərini. Soğançamı gözləyirəm hazır olmalı. Düyü də pişir. Düyümüz pişdi. Bizim pərpətöyünləri pişmiş düyü soğançanın içinə tökürük. Var yanımda. Demək, biraz mən bura belə duz tökəcəm. Duzlu yeyənlər yəni artıq da tökə bilər. Məsləhət də görmürəm. Yəni belə yaxşıdır. Kim istəsə öz boşqarı. Sonra biraz belə stol tökürəm. Biraz da belə sarı kök tökürəm. Çox faydalı yeməkdir bu. Yeməyimiz artıq hazırdır. Rəngi də çönüb. Çox gözəl qaynayır. Mən axırda xanımlar buna belə nar turşum var. Belə. Mən biraz buna belə nar turşusu tökürəm. Bunda qəşəng turş məzə olur. Çox ləzzətli dadır. Belə, yeməyimiz hazırdır. Xanımlar, yeməyimiz belə hazırdır. Bunu sarımsaq qatıqsız yemək mümkün deyil. Bax, belə. Kim boşqabına nə qədər istəyir, o qədər də tökər. Göz haqqınızı halal edin. Kanalıma abunə olun. Yorum yazmağı unutmayın.